Baxıram 47-ci suala, tərəzi sualıdır. Deyir 9 fiqurun hərəsi 1-dən 9-a qədərdir. Onda 1-dən 9-a hamısını düzürəm burada. Tapdıqca üstünə xətt çəkəcəm. Və deyir ki, fiqurların ifadə etdiyi ədədləri tapın. İndi mən burada ipucu kimi təbii ki, buradan başlayıram. Çünki bir dənə fiqur tək başına 5-nə bərabərdir. Yəni bizim üçün ipucu sayılır. Üçbucaqlara 2 versəm, gərək onda bu günəş 10 olsun. Deməli, üçbucaqlara mən sadəcə 1 qoya bilərəm. Və bu tarazlıq var deyə günəş də olur 5. 1 ilə 5-i tapdıq. Günəş burada da var. Və bu günəş 2 dənə üçbucaqdan ağırdır. Onda üçbucağa nə verim? 2 verə bilərəm. 2 üstə gəlir 2, 4. Həqiqətən də 5 4-dən ağırdır. 2-ni də tapdıq. Sonra burada bir dənə A kvadrat 2 dənə dairədən ağırdır. Dairələrə nə verək? Dairələrə məsələn 4 4 verərəm. A kvadrata 9. Bunları toplayanda 8 eləyir. A kvadratda ola bilər 9. Və yaxud da ki, dairələrə 3 verərəm. Toplayanda 6 eləyir. A kvadratı nə verə bilərəm? Burada bir neçə qiymət verə bilərəm. 7 verə bilərəm, 8 verə bilərəm, 9 verə bilərəm. Onda gəlin birinci o az olan versiyanı yoxlayaq. Çünki burada mən gərək bir dəfə 7-ni, bir dəfə 8-i, bir dəfə 9-u yoxlayım. Gəlin onda birinci digərini yoxlayaq. Alınmasa keçək bunu. Çünki dəqiqləşdirmək üçün başqa ipucum yoxdur. Məcburam yoxlayım. Gəlin birinci qara dairəyə 4 4 verək. A kvadrata 9. Yoxlayaq, alınmasa keçək digər versiyaya. 4 və 9-un hələlik altına xətt çəkirəm ki, yəni bunları istifadə eləmişəm. Qalıbdır 3, 6, 7, 8. Qara dairəyə 4 vermişdim. Bu 4-ü yazaq yerinə. İndi əlimizdə nə var? Üstəgəl, ağ dairə, qara kvadrat. Rəqəm olaraq da 3 var, 6 var, 7 var, 8 var. Görək tarazlıq yarada bilirik ya yox. Burada 2 dənə fiqur 3 dənə fiqura bərabərdir. Onda gəlin bu 2 dənə fiqurun heç olmasa birini biraz böyük ədəd götürək. Məsələn, tutaq ki, 4-dən 6 var, 4-dən 7 var, belə 3-ü götürməyəcəm. Biraz böyük qiymət qoymaya çalışacağam. Buradan indi təbii ki, bir-bir yoxlamaq lazımdır. Bu tərəfə də onda xırda fiqurlardan qoyaq ki, onsuz bu tərəfdə çoxdur da. Onda 3-ləri verək üstəgəllərə, oldu 6. 4-ə nə verək? 4-ün yanına onda 6 qoysam 10 eləyir. Bura qoymağa nəsə qalmır, bərabəri yaransın deyə. 4-ün yanına 7 qoysam 11 eləyir. Bura gərək onda 5 qoyum ki, 11 olsun. 5-i işlətmişəm. Onda 4-ün yanına 8 qoyuram 12. 3, 3, 6 elədi. Burada 6 qoysam 12. Tarazlıq yarandı. 6 ilə 8-i işlətdim. Tarazlıq yarandısa mən burada bayaq dediyim versiyanı yoxlamama ehtiyac qalmadı. Hamısını tapdıq. Bir dənə əlimizdə rəqəm olaraq, bunları silək buradan. Əlimizdə rəqəm olaraq bir dənə 7 qalıbdı. 7-də nədir burada? 8 dənə şəkil var idi, fiqur var idi. Onda bu 7-də burada baxın sualın özündə bir dənə əlavə fiquru verir. Bu da həmin fiqurun qiymətidir. Deməli bu ağ ulduz da olacaq 7. Qara dairə oldu 4, üstəgəl oldu 3, ağ dairə oldu 6. Bir fiqurları artmasına görə düzün. Ən azı, ən kiçiyi 2-dir. Bu qara dairənin qiymətini təkrar yazım. Qara dairə oldu 4. Ən kiçiyi 2-dir. Sonra gəlir bu qara dairə, yəni 1. Sonra bu 6 nömrə gəlir, yəni qiyməti 6 olan 3. Sonra da 4. 2, 1, 3, 4.